İnsan beyninin təxminən dəqiqədə 600-800 söz oxumaq istəyi var. Beynin istəyidir. Və siz ondan aşağı oxuyanda beyin sizlə mübarizə aparmağa başlayır və sizi oxumağa qoymur. Ya yadınızdan çıxır, ya da ki, həmin o boşluğu başqa şeylərlə doldurur. Ta ki, axşam restorana girməklə, televizor şousu ilə. Və bir də baxırsınız ki, 20 səhifə oxumusunuz 2 saat, heç nə yadda qalmayıb. Deyirsiniz, mənə bir dənə o səhifəni göstər, yadına düşəcək. Problem odur ki, insanlarda yanlış vərdiş yaranıb. 30 ilin, 20 ilin yanlış vərdişi. O, birinci sinifdən başlayan bir yanlış vərdişdir. Ona görə ilk 10 gündə, 15 gündə bu yanlış vərdişi geri qaytarmaq lazımdır. Yavaş oxumanın səhv olduğunu dərk etmək lazımdır. Oxuma zamanı sözləri tələffüz etmək yanlışdır. Siz dəqiqədə 200 sözdən çox danışa bilməzsiniz. Elə çıxır ki, siz artıq dəqiqədə 200 sözdən çox da oxuya bilməzsiniz. Ona görə ağızla yox, gözlə oxumağa vərdiş etmək lazımdır. İlk baxışdan çətin gəlir, amma sonradan insan alışır. Və hesab edirəm ki, 3 ay ərzində hər bir insan öz oxuma sürətini ən azı 3 qat artıra bilər və paralel olaraq oxuduğunu daha yaxşı yadda saxlaya bilər.